Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində İmam Həsən məscidinin yolunda, əsas yola yaxın değerli izləyicilərimiz 160 nömrəli avtobusdan evin arası 5 dəqiqə piyada. Gözəl bir dənə şəxsi evin, 4 otaqlı evin təqdimatını aparacaq. Həyətimiz beləsinə gözəl tamitlə döşənibdir. Ev yəsi, yəni deyilir ki, yol qalxıb deyən 1 metr, yəni külsürü var. 6 daş qabaqdan küsülüdür, arxada da 8 daş. Bu həyətində belə bir ayaq yolusudur, əldamıdır. Dəyərli izləyicilərimiz, ətraflı sizin üçün çəkilişimizi eləyəcəyik. Evimizin arkasından və arkasında da yeri var. Keçən göstərim mən sizin üçün. Gazımız, işığımız, suyumuz da daimidir. Yəni sayğacı var, suyun sayğacı da var. Göstərəcəm sizin üçün. Bu evin arka tərəfidir, değerli dostlar. Gördüğünüz kimi həyətində də ağacı var. Evdə nə gedəcək, nə qalacaq, ətraflı sizin üçün hamısını deyəcəm. Kombimiz de var təbii ki. Belə kombi deyil. Su sayğacımız da ki, değerli izləyicilərimiz, gördüğünüz kimi buradadır. Keçən indi evin içərisindən tanış edəcəyik. Əziz izləyicilərimiz, bu kombisidir, yəni çox bahalı kombidir. İşləyə vəziyyətdədir. Keçirik evin içərisinə. Girişdə belə bir geniş koridorumuz var. Təbii ki, şkaf da qalacaq. Kreslolar da qalacaq. Burada bizim mətbəximizdir. Təbii ki, mətbəx mebeli, stol, stuldur, bunlar da qalacaq. Xaladenik gedəcək, dəyərli izləyicilərimiz. Bu hissədə bizim qonaq otağımızdır. Kondisioner gedəcək, televizor gedəcək. Televizor altlığıdır, divan, kreslosudur, stoldur. Pianinamız da hədiyyədir. Evin üstündə hədiyyə verilir. Burada bizim sol tərəfdə belə bir geniş yataq otağımız var. Burada ikinci yataq otağıdır. Değerli izləyicilərimiz, əşyalar qalır. Yəni nə görürsünüz? Burada bizim uşaq otağıdır. Budmani belə bir otaqdır. Değerli izləyicilərimiz, keçən indi hamam tualetlə də sizi tanış edeyim. Burada bizim ayaq yolumuzdur. Burada da bizim hamamımızdır. Təbii ki, ev yəsi yuxarı bak qoyduğu üçün lambini sökübdür. Düzəldib verəcək. Çorlu poluna kimi hər bir şey var. Dediyimiz kimi gazımız, işığımız, suyumuz, hər bir şey yerindədir. Kombisinin kimi yaşayışlıdır. Qiymətimiz 85.000 manata deyilir. İnşallah gəldiyinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.